Məsələn, şəriət əhkamları biz baxsaq, biz bilirik ki, haram var, məkruh var, mubah var, müstəhəb var, vacib var. Peyğəmbər sallallahu əleyhi və səlləm heç yerdə bu qismdə belə baş salmayıb. Baxın, bu əməl məkruhdur, bu əməl vacibdir. Yox, asanlaşdırmaq üçün alimlər bunu bəyan ediblər. Ona görə hətta tövhid, qardaşlar, tövhidin o 3 yerə bölməyi bu bir təqsimdir. Yəni bir bölməyi. Bəzi alimlər 2 yerə bölüblər. Bölüblər tövhidi, məsələn, deyirlər əl-ma'rifə vəl-isbat və əl-qasd və-talab. Nə deməkdir o? Bilmək tövhidi, bilmək və əməl etmək tövhidi. Xülasə, müxtəsər belə tərcümə. Onlar nə baxımdan baxıblar? Tövhidi necə bölünür? Baxıblar ki, tövhid bizdən 2 şey tələb edir. Etiqad və əməl. Etiqad hansı tövhiddir? 3 qismə qayıtsaq, rububiyyə ilə əsma və sifət. Yəni Allahı tanımaq. Tövhid bizdən nə tələb edir? Allahı tanımaq və həmçinin bizdən tələb edir tək onu ibadət etmək. Bu yanaşmada 2 qismə bölüblər. Ona görə burada problem yoxdur. Hətta alimlər deyirlər ki, la müşahətə fil istilah. Yəni təzə istilah gətirmək, elmi asanlaşdırmaq üçün insanlara problem yoxdur. Əsas odur ki, həqiqəti başa salasın insanlara.